Salam əziz izləyicilərim. Miqren baş ağrısı haqqında mənə çox suallar gəlir. Suallardan biri də budur. Doktor, mənim miqrenim var, ağrımı azaldacaq tövsiyələr edin. Öncəliklə xatırladım ki, miqren çox şiddətli və adətən bir tərəfli bir baş ağrısıdır. Əgər özünüzdə tədricən ağrının başladığını hiss edirsinizsə, o zaman məni diqqətli dinləyin. Həmin anda ən azı 1 litr su qəbul edin. İkinci növbədə, əgər günəşli bir yerdəsinizsə, mütləq şəkildə kölgəyə keçin və yaxud soyuq və ya küləkli havadasınızsa, mütləq qapalı bir məkana keçin. Növbəti, qaranlıq və sakit bir mühitdə dincəlin. Parlaq işıq və yüksək səslərdən qaçının. Qidanıza diqqət edin, xüsusilə şirniyyat və un məmulatlarından uzaq durun. Əgər özünüzdə və yaxınlarınızda miqren baş ağrısı varsa, qətiyyən ağrıkəsici qəbul etməyin, vaxtında nevroloqa müraciət edin. Hər zaman sağlam olun. Sizin nevroloq Doktor Jalə Qarayeva.